Bu arada onda deyim ki, mənim saçlarımın ekstra belə parlaq olmağı, saçımın uzun, yanıqsız olmağı genetik bir deyil. Mənim saçımın tipi deyəcəm belə deyil. Çünki mənim saçım asifliyəni olunub, yəni açılıb. Ona görə də mənim saçımı bu qədər sağlam, bu qədər belə canlı, parlaq eləyən mənim baxın bu saç yağımdır. Artıq bilmirəm neçənci qabda istifadə edib bitirmişəm. Artıq bilmirəm yəni neçənci qabda bitib. Sevə-sevə istifadə edirəm. Şampunumu içinə də əlavə edirəm. Saçlarımı zədədən qoruyur. Filin istisindən qoruyur. Daha sonra saçlarımı yumuşaq edir. Saçımı çimdiyim gün, saçım yağı istifadə elədiyim gün deyil də, çimənə qədər, saçıma yağı tətbiq elədikdən sonra çimənə qədər, yəni keyfiyyətini itirmir saçda. Qətiyyən yağlanma, elektrikləşmə falan bu kimi hallar yaranmır. Ona görə rahatlıqla Melisa'nın bu saç yağını istifadə edə bilərsiniz. Yəni istifadə eləyəcəksiniz. Bu arada deyim sizə ki, keratin saçlar da istifadə edə bilər. Çünki içində